Salam aleykum hər kəsə. Məşhur kimyaçı alim Lavuaziye ömrünün sonunda ölüm hökmünə məhkum olur. Cəllad onun boynunu vurmalı idi. Ölüm kürsüsünə getməmişdən əvvəl öz yaxın dostuna diqqətlə mənim boynum vurulduqda gözlərimə bax deyir. Əgər başım bədənimdən ayrıldıqdan sonra göz qırpsam, deməli bu elmi sübutdur ki, insanın başı bədənindən ayrıldıqdan sonra hələ də beyni işləyir. Və belə də oldu. Lavuaziyenin boynu vurulduqdan sonra başı səbətə düşdükdən sonra dostu həqiqətən də buna şahid oldu ki, Lavuaziye 2 dəfə gözünü qırpdı. Və bu ölümündən sonra edilən elmi kəşf idi. Həqiqətən də elə insanlar var ki, onlar öz ölüm ayaqlarında belə digərlərini düşünər və yaxşılıqlar edər. Lavuaziyenin bu kəşfi cinayətlərin açılmasında günümüzə qədər gəlib çıxıb və istifadə olunur. Bunu oxuduqda öz rəhmətli babam yadıma düşdü. Mənim onda 6-7 yaşlarım var idi. Babam can üstə idi və yatağın ətrafında bütün əzizlərimiz yığışmış, çoxlu qəmgin, hamı, yəni normal hal idi ki, o dünyadan köçmək üzrə idi. Və həmin an həyətdən gələn inəyin səsini eşidən babam, ay bala, durun birimiz ona su verin dedi. Həqiqətən də yaxşılıq etmək heç də vaxtdan asılı bir şey deyil. İnsan yaxşıdırsa, daima yaxşılıq edir. Hələlik.